Gələn kimi də dostlar paylaşıram. Çox yaxşı vəziyyətdə PlayStation 3 disklər varımdı. Həm də bunlar mənə elə gəlir tapılmayan disklər sırasında. Bulurun diskim hələm hələ düşmür. Bulurdu, sonra Ghost Recon'du. Bu ağırdır. İçərisində kitabçası da var hamısının. Sonra Ghost'du, Combat'dı, GTA 5'di. Yox, GTA 5 deyil. Episode Liberty City. Burada deyəsən 3 oyun birindədir, yoxsa təkdir? Yox, bu təkdir. Sonra PES 2013-dür. Naruto Storm, Injustice, FIFA 14 və PES 16. 5 manatdan hər biri ümumi hamısını bir yerdə götürən olsa, amma burada elə disklərdə var ki, məsəl üçün 10 manatlıq disklərdə. Ümumi hamısını götürən olsa, ümumi hamısı bir yerdə 5 manatdan verərəm. Amma yenə də deyirəm, burada elə disklər var ki, məsəl üçün 10 manatlıq disk, məsəl üçün bu tapılmayan diskdir yeri gəlsə. 10 manat, 15 manata da satmaq olar ayrıca. Bunun ən azından 10 manat. Yəni kolleksiya üçün və yaxud da indi alıb istifadə etmək üçün fərq eləmir. Bax, bunlar 10 manatlıq disklərdir. Amma ümumi hamısını verəndə 5 manatdan hesablayıb vermək olar.